Sualda bizə verib ki, verilən nümunə üçün aşağıdakıları tapın. Ədədi orta, dispersiya və standart meyl etmə, interkvartil aralığı, bir də ki, median və moda. İlk öncə gəlin bu verilənləri böyükdən kiçiyə doğru düzək. 12, 12, bir də 12, 12-dən 3 dənə var. 12-lər getdi. Sonra 14, 14 də getdi. 2 dənə 15 var. Və bir də 18. Bax belə. 15-lər də getdi, 18 də getdi. N neçə oldu burada? N oldu 7. 7 dənə verilən var. Bizdə deyir ki, A ədədi orta. Nümunə üçün ədədi orta biz bilirik ki, x üstü xətt bərabərdir cəm, i bərabərdir 1-dən n-ə qədər, x, i bölünsün n bu şəkildə tapılır. Burada bunları cəmləsəm 12 plus 12 plus 12 plus 14 plus 15 plus 15 plus 18 bölünsün n nədir? N 7-dir. Sürət eləyir 98 bölək 7-dən cavab olur 14. Deməli ədədi ortanı tapdım. Ədədi orta oldu 14. Bax bu şəkildə. İkinci bizdən istəyir dispersiya və standart meyl etmə. Dispersiya s kvadratı ilə işarə olunur. Bu bərabərdir cəm, i bərabərdir 1-dən n-ə qədər, x, i çıxılsın x üstü xəttin kvadratı bölünsün n çıxaq 1. N çıxılsın 1. Bax bu dispersiyadır. Standart meyl etmə isə bunun hesabi kvadrat köküdür. Bu olacaq kvadrat kök altında cəm, i bərabərdir 1-dən n-ə qədər, x, i çıxılsın x üstü xəttin kvadratı bölünsün n çıxaq 1. N çıxılsın 1. Bax belə. X üstü xətt, yəni ki, ədədi orta. Biz nə aldıq burada? Aldıq 14. Gətirib yazsam deməli. X, i nədir bizdə? 12. 12 çıxaq 14-ün kvadratı bərabərdir. Bu eləyəcək 4. Yenə 12 çıxaq 14-ün kvadratı 4. 12 çıxılsın 14-ün deməli olacaq kvadratı. Bu eləyəcək 4. Sonra 14 çıxılsın 14-ün kvadratı 0. Bu şəkildə. Sonra 15 çıxılsın 14-ün kvadratı bərabər olur 1-ə. 15 çıx 14-ün kvadratı bərabərdir 1. 18 çıx 14-ün kvadratı bərabər olur 16-ya. Bunları cəmləsəm, yazsam s kvadratı bərabərdir. Bax burada 12, 2, 14 plus 16 elədir 30 bölünsün olacaq nə? N çıx 1, 7 çıx 1, yəni ki 6. 30-u da 6-ya böləndə olur 5. Deməli dispersiya oldu 5. Standart meyl etmə olacaq isə kvadrat kök altında 5. Bu kvadrat kök altında 5-i də hesablasaq, alarıq ki, nə olur? Olur 2 tam %23 bu şəkildə davam edəcək. Deməli, B bəndində yazmış olduq. Keçək C-yə, interkvartil aralığı. Bu B-ni silək artıq buradan. Burada verilənlər olduğu üçün. İnterkvartil aralığı odur ki, İK bərabərdir. Q3 çıxılsın Q1 ilə hesablanır. Q3 bərabərdir 3n plus 1 böl 4 və Q1 bərabərdir n plus 1 bölünsün 4. Bunlar həddir. Deməli, Q3 hesablasam, Q3 bərabərdir n 7-dir. Deməli, olacaq 6. Q1 nə olacaq? Q1 olacaq 2. Yəni 6-cı hədd A6 çıxılsın 2-ci hədd A2. Bax belə. 6-cı hədd hansıdır? 1, 2, 3, 4, 5, 6, yəni ki 15. Deməli olacaq İK 15 çıxılsın 2-ci həddə 12-dir. 12. Bu deyilədir 3. Deməli C-nin cavabı oldu 3. Qaldı median və moda. Median belədir ki, median
n plus 1 bölü 2 düsturu ilə hesablanır. n 7-dir. 8 bölü 2-dən eləyir 4. 4-cü hədd, yəni ki, A 4-ü istəyir. 1, 2, 3, 4. 4-cü dənədir 14. Deməli, bunun medianı olur 14. Modadakı o deməkdir ki, ən çox təkrarlanan. Ən çox təkrarlanan da burada görürük ki, biz 12-dir. Deməli, modada oldu 12. Median oldu 14 və 12. Bax belə.